Əziz və hörmətli tələbələr, bu videomuzda 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramına müraciət zamanı namizədlərimiz tərəfindən doldurulan elektron ərizədə sual doğura biləcək məqamlara aydınlıq gətiriləcək. Siz elektron ərizəni doldurmağa keçmədən öncə müvafiq təhsil səviyyələri üzrə tələb olunan bütün sənədlərin elektron sürətini hazırlamalısınız. Tələb olunan bütün sənədləri qaydalara uyğun olaraq hazırladıkdan sonra elektron ərizə doldura bilərsiniz. Siz elektron ərizənin doldurulması üçün mütəmadi istifadə etdiyiniz elektron post ilə qeydiyyatdan keçməlisiniz. Elektron ərizənin mövcud vəziyyətinə dair yeniliklər bu ünvana göndəriləcəkdir. Siz istifadəçi adınızı və şifrədən istifadə edərək birbaşa elektron ərizənizə istifadəçi girişi edə bilərsiniz. Elektron ərizəni doldurduğunuz zaman mütəmadi olaraq yadda saxla düyməsindən istifadə edərək daxil etdiyiniz məlumatları yaddaşa verməlisiniz. Eyni zamanda elektron ərizə sistematik olaraq məlumatları yaddaşda saxlayır. Elektron ərizəyə giriş etdikdən sonra birinci bölmədə qəbul olunduğunuz xarici ali təhsil müəssisəsi haqqında müvafiq məlumatları daxil etməlisiniz. Bu bölmədə olan məlumatları xarici ali təhsil müəssisəsi tərəfindən sizə göndərilmiş qəbul sənədi əsasında doldurmalısınız. Xarici ali təhsil müəssisəsinin yerləşdiyi ölkəni, şəhəri, həmin ali təhsil müəssisəsinin adına uyğun seçim etdikdən sonra qəbul olunduğunuz ixtisas üzrə ixtisas istiqamətinizi seçməlisiniz. Əgər sizin qəbul olunduğunuz ixtisas istiqamətləri bölməsində yoxdursa, siz digər bəndini seçməli və aşağıdakı bölmədə ixtisasınızın adını Azərbaycan dilində daxil etməlisiniz. Təhsil müddətinizi daxil edərkən, siz ümumi ali təhsil müddətinizi qeyd etməlisiniz. Dərslərinizin başlama tarixin 2014-2015-ci tədris ili üçün daxil etməlisiniz. Daha sonra siz ali təhsilinizi başa vuracağınız, yəni məzun olacağınız tarixi daxil etməlisiniz. Şəxsi məlumatlar bölməsinə daxil etdiyiniz məlumatların şəxsiyyət vəsiqənizdəki məlumatlarla eyni olmasına diqqət etməlisiniz. Şəxsiyyət vəsiqənizin nömrəsinin 2 dəfə doğru yazıldığından əmin olmalısınız. Əks təqdirdə məlumatların yoxlanılması mümkün olmayacaqdır. Qeydiyyatda olduğunuz şəhər, rayon bölməsində seçim edərkən seçilən şəhər, rayon və şəxsiyyət vəsiqənizin yaşayış yeri bölməsində qeyd olunan şəhər, rayonla eyni olmalıdır. Qeydiyyatda olduğunuz ünvan bölməsini doldurarkən yazılan ünvan şəxsiyyət vəsiqənizin yaşayış yeri bölməsində qeyd olunan ünvanla eyni olmalıdır. Siz hərbi mükəlləfiyyətlə əlaqəli məlumatları daxil edərkən 3 seçimlə qarşılaşacaqsınız. Hər bir halda hərbi bilet və ya çağırışçı vərəqəsinin müvafiq səhifələrini ərizəyə yükləməlisiniz. Əgər hərbi xidmətdə olmusunuzsa, o zaman hərbi xidmətdə olmuşam bəndini seçməli və hansı tarixlər arasında hərbi xidmətdə olduğunuzu qeyd etməlisiniz. Əgər hərbi xidmətə yararsızsınızsa, o zaman hərbi xidmətə yararsızam bəndini seçməlisiniz və hər hansı bir tarix daxil etməyiniz zəruri deyildir. Əgər hərbi xidmətə çağırışdan möhlət hüququna maliksinizsə, o zaman hərbi xidmətə çağırışdan möhlət hüququm var bəndini seçməli və möhlət hüququnuzun hansı tarixlər arasında olduğunu qeyd etməlisiniz. Elektron ərizəni dolduran zaman sağlamlıq haqqında arayışı yükləməlisiniz. Siz xarici ölkədə olduğunuz təqdirdə həmin ölkənin müvafiq tibb müəssisəsindən alınmış tibbi arayışı yükləyə bilərsiniz. Lakin müsahibəyə dəvət olunan zaman AZS 086 formasını əldə etməli və həmin formanı Təhsil Nazirliyi əməkdaşlarına müsahibə zamanı təqdim etməlisiniz.
Növbəti bölmədə siz bitirdiyiniz orta və ali təhsil müəssisələri haqqında müvafiq məlumatları daxil edə bilərsiniz. Siz malik olduğunuz təhsil bölməsində bitirdiyiniz və əldə etdiyiniz ən son təhsil haqqında bəndi seçməlisiniz. Xarici ölkələrin ali təhsil müəssisələrində təhsillərini tamamlamış namizədlər Təhsil Nazirliyi və ya aidiyyəti qurum tərəfindən diplomlarının tanınması ilə bağlı onlara təqdim edilmiş şəhadətnamələrin elektron sürətini müvafiq qaydada yükləməlidirlər. Hazırda təhsil aldığınız ali məktəb bölməsinə müvafiq məlumatları daxil edərkən, kurs seçimi zamanı 2013-2014-cü tədris ilində təhsil aldığınız kursu seçməlisiniz. Müxtəlif tədbirlərdə iştirak və sairə nailiyyətlərlə bağlı sertifikatlar mövcud olduğu halda yükləməlisiniz və onların notarial qaydada tərcümə və təsdiq olunması zəruri deyildir. Siz tövsiyə məktublarınızı istəyiniz üzrə iş yerinizdən və ya təhsil aldığınız, məzun olduğunuz təhsil müəssisələrindən ala bilərsiniz. Həmin sənədlərin də elektron sürətlərini müvafiq qaydada elektron ərizəyə yükləməlisiniz. İnşa bölməsi təxminən 400 sözdən ibarət olmalı və sual dəqiq və düzgün şəkildə cavablandırılmalıdır. İnşa sizə müsahibədən öncə özünüzü müsbət yöndə təqdim etmə fürsəti verir. Elektron ərizə tam və dəqiq şəkildə doldurulduqdan sonra siz məlumatları yoxla düyməsindən istifadə edərək daxil etdiyiniz məlumatlar barədə hər hansı bir çatışmazlığın olub-olmamasını yoxlamalısınız. Yalnız bütün məlumatlar dolğun və düzgün qeyd olunduğu təqdirdə ərizəni tamamlamaq və göndərmək mümkün olacaqdır. Ərizə yalnız tamamlandıqdan və məlumatlar yoxlanıldıqdan sonra təsdiqlə səhifəsində təsdiqlə düyməsini sıxdıqdan sonra göndərilmiş hesab olunur. Təsdiqlənməyən ərizələr nəzərdən keçirilmir. Sənədləriniz göndərildikdən sonra siz sistemə istifadəçi girişi edərək ərizənizin mövcud vəziyyəti barədə məlumatı əldə edə bilərsiniz. Hər bir qeyd barədə ətraflı məlumatı bu elana əlavə olunmuş təlimatdan əldə edə bilərsiniz. Bütün namizədlərə müsabiqədə uğurlar arzu edirik.